Mən bir nüans mənim yadımdadır ki, eşitdiyimə görə mən onu dəqiqləşdirmək istəyirəm. Rəşad Dağlı ilə hər zaman sizin belə deyək, meyxana məclislərində konfliktiniz olurdu, söz dəyişmələriniz olurdu. Hətta bir-iki nüansda belə bir konfliktə çevrilmiş kimi də görsənirdi. Bilmirəm səbəbimi o oldu, festivalini bir adlı bir dəyişməmiz vardı. Yəni ki, mən onu unutmuram. Orada bir, belə deyək də, bir söhbət yarandı. Ondan sonra sanki sənə bir ki, kənar çəkildi. Allah Rəşad Dağlının qapısını açsın. Rəşad bizim dəyərli qardaşımızdır, dəyərli sənətkardır. Rəşad, mən deyərdim ki, bizdən sonra gələn meyxanadiyənlərinin içində, həm yaşlılarının içində ən çox əziyyət çəkən və demək olar ki, paştı bizimlə çiyin-çiyinə döyüşən sənətkar olub. Yəni, Rəşadın yaşının az olmağına baxmayaraq, 2001-ci ildə, səhv eləmirəmsə, 2001-ci ildə Deqəlsin verilişində də Rəşadın lap gənc yaşlarında çıxışları olmuşdu. Yəni, Rəşad mükəmməl şairdir, Rəşad mükəmməl meyxanadiyəndir. Xeyr, yəni Rəşadla mənim konfliktim, belə bir böyük bir konfliktim olmayıb. Yəni, ola bilər ki, mənim öz fikirlərimin həyata keçirməyi ilə üst-üstə düşüb həmənki anlar. Yəni, o dediyiniz qafiyədə, festivalin qafiyəsində orada Rəşad sual verir ki, mənə o nə sözdür deyirsən? Zapalni. Zapalni rus dilində tez alışan, alovlanan deməkdir. İndi ola bilsin ki, zapal sözü ilə səhv salıb, olur mənim özümdə də elə meyxanalarda sözlər işlənir ki, yenidir, mən onu ilk dəfə də eşidirəm, insan hər şeyi bilə bilməz. Sonra kanalni sözünə irad bildirir ki, bu söz nədir? Deyirəm, qardaş, tərtəmiz sözdür. Yəni, durub orada mən onu artıq bilirdim ki, yəni mikrofonla ona izah vermək, eləmək, çünki nə Rəşada yaraşırdı o söhbətin içində, orada toyun içində mübahisə aparmaq, nə də mənə. İndi hər şairin özünün bir xüsusiyyəti, öz xarakteri var, o da Rəşadın xarakteri idi. Yəni, bununla da söhbət bağlandı. Rəşad da orada dərinə getmədi. Mən bir kəlmə dedim, tərtəmiz sözdür, söhbət bağlandı bundan. Orada bir dənə də amalni sözünə mənə irad bildirirlər ki, Nizat özündən yeni sözlər kəşf edir. Kanalni sözü mənim qardaşım, pakanalni, mnogo kanalni. Yəni, sən rus dilini bilmiş olarsan yəqin ki, kanalni giriş, çıxış, yəni çoxlu girişli, çıxışlı, yəni rus dilində sözün mənası budur.